Ağdərənin Suqovuşan kəndinə növbəti köç kərvanı yola salınıb. Bugün Böyük Qayıdış proqramı çərçivəsində Ağdərə rayonunun Suqovuşan kəndinə 185 nəfərdən ibarət 53 ailənin növbəti köçü baş tutub. 44 gün Vətən müharibəsində Suqovuşan istiqamətində ağır şəkildə yaralanmışam. Yəni illər qabaq valideynlərim Suqovuşandan qaçqın düşmüşdülər, məcburi köçkün. Bugün şəhidlərimizin sayəsində, prezidentimizin, xalqımızın sayəsində, qazilərimizin sayəsində biz Suqovuşan qəsəbəsinə qayıdırıq. Ölkənin müxtəlif şəhər və rayonlarına yola salınan keçmiş məcburi köçkünlərə doğma ata-baba yurtlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bununla da bugünədək Suqovuşan kəndinə köçürülən ailələrin sayı 126-ya çatıb. Allah prezidentimizə dəyməsin, qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət eləsin. Mənim oğlum elə bu Suqovuşanda qazi olubdu. 2 otaqlı təmin olmuşuq. Neçə ildir bu yolu gözləyirik həsrətliklə. Allah prezidentimizə dəyməsin, Allah ona uzun ömür, can sağlığı versin. Gör neçə ildir gözləyir bu yolları. Yoldaşım da bu həsrət çəkə-çəkə xəstə olub. İndən belə Allah can sağlığı versin. Burada yaşayaq. İndən belə ki arzularımız həyata keçsin. Qeyd edək ki, Suqovuşan kəndinə köç bundan sonra da davam edəcək. Kəndə planlaşdırılan köçlə bağlı ümumilikdə 591 nəfərdən ibarət 180 ailə siyahıya alınıb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır. Emin Babayev, Fidan Səfər, Xəbər, Ağdərə.